Ümid edirəm ki, Ermənistan malları Azərbaycana tezliklə ixrac olunacaq. Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Qeyd edək ki, 25 dekabr tarixli və Gündəm xəbərin efirində bir məlumatı diqqətinizə çatdırırıq. Belə ki, Gündəm xəbər Müsavat.com-a istinadən məlumat verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 25-də jurnalistlərlə söhbətində belə bir ifadə işlədib ki, məhz tezliklə Ermənistan məhsullarının Azərbaycana ixrac olunacağına ümid edirəm. Onun sözlərinə görə Ermənistan cəmiyyətində hər şeyi mürəkkəbləşdirmək vərdişi formalaşıb və Ermənistanla bağlı nəsə baş verirsə, Ermənistan öz münasibətini bildirməlidir. Biz buna öz müsbət münasibətimizi bildiririk deyə o, Azərbaycan prezidentinin qərarını müxtəlif formalarda dəfələrlə alqışladığına dair sualına cavablandırıb. Nikol Paşinyan Qazaxıstandan, daha sonra Rusiyadan buğda idxalına qoyulan qadağanın aradan qaldırıldığını, Ermənistandan əks istiqamətə Gürcüstan və Azərbaycan ərazisindən tranzitlə qatarların hərəkətinə heç bir məhdudiyyət olmadığını vurğulayıb və niyə o zaman qatarlar Ermənistanı tərk eləmir? Çünki bizim əməliyyatlarımız bir yük maşınının məntiqinə əsaslanır. Çünki qatarı yükləmək və onu konkret istiqamətə göndərmək mürəkkəb prosesdir və biz tələb olunan miqdarda malları bir yerdə cəmləşdirməliyik. Ermənistanın baş naziri qeyd edib ki, o xatırladıb ki, bundan sonra Azərbaycan Ermənistan subyektlərindən neft məhsulları satmağa hazır olduğunu bildirib və biz öz mövqeyimizi bildirməsək qəribə olardı. Mən də öz mövqeyimi bildirirəm və mən müxtəlif yerlərdə düzgün iş görürəm. Bu müxtəlif yerlərdə də qeydə alınsın deyə Paşinyan bildirib. O həmçinin bunu Avrasiya İqtisadi İttifaqı üçün vacib bir addım olaraq qiymətləndirib. İndi Ermənistan məhz Avrasiya İqtisadi İttifaqı ilə dəmir yolu əlaqəsi var. Bu da əvvəllər heç vaxt mövcud olmayan bir şeydir. Baş verənlərin miqyasını qiymətləndirmək çox vacibdir. Mən nümayiş etdirmək istəyirəm ki, sülh reallıqdır və bu reallığın konkret təzahürləri var deyə baş nazir bildirib.